Gənclər niyə regionlardan Bakıya köçür? Bakıya köç artıq təkcə yaşayış yeri dəyişikliyi deyil. Bu iqtisadi və sosial seçimə çevrilib. Araşdırmalar göstərir ki, daxili miqrasiyanın əsas istiqaməti uzun illərdir regionlardan Abşeron yarımadasına doğrudur. Səbəblər isə düşündüyümüzdən daha sistemlidir. Əmək bazarı göstəricilərinə görə ölkədə muzlu çalışanların 58% Abşeron yarımadasında cəmlənib. Özəl sektorda isə bu göstərici daha yüksəkdir. Çalışanların 66% məhz burada işləyir. Təkcə iş deyil. Bakı universitetlərin, kursların, şirkətlərin, dövlət qurumlarının və xidmət sektorunun əsas mərkəzi olaraq qalır. Karyera qurmaq istəyən gənclər üçün seçim imkanları regionlarla müqayisədə daha geniş görünür. Gəlir fərqi də təsir edən amillərdəndir. Tədqiqatlara görə Bakıda orta aylıq əmək haqqı bir çox regionlarla müqayisədə təxminən 2 dəfə yüksəkdir. Amma bu köçün görünməyən tərəfi də var. Kirayə qiymətləri artır, tıxac böyüyür, infrastruktur yüklənir, regionlarsa əmək resursunu itirir. Əsas sual budur. Əgər iş, təhsil və maaş imkanları regionlarda eyni səviyyəyə yaxınlaşsa, gənclər yenə də Bakını seçərmi? Fikirlərinizi şərhlərdə bildirin.